Selamlar, saygılar, değerli ve sevgili arkadaşlar. Azərbaycan Türk Millət dünyanın hər birini biz görüb və siz xoş gördük. Yeni bir danışımdan qulluğuzdayıq. Necə ki, öncədən də anonsun yaymışdıq. Değerli Sayın Mahmud Bilgin cənablarından Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü ilə bərabər olacaq. İki qonaq da danışımız olacaq. Sayın Mahmud bəy, sizə çox xoş gördük. Çok sağ olun Araz Bey. Ben de sizi ve bütün izleyicileri sevgi ve saygıyla selamlıyorum. Mən öz təşəkkürümü bildirəm. Sayın Mahmud bəy, bu çağırışı qəbul ediniz və varsınız. Bildiyiniz kimi Sayın Mahmud bəy, keçən günlərdə ancaq konu çoxdur, önəm daşıyan məsələ çoxdur. İki konu haqqında danışımız olacaq. Biri İranın Cumhurbaşkanı Pezeşkanın Bakı demək olar səfərinə görə və onun ardından İranın Bəndirabad şəhərində o patlayışa görə danışımız olacaq. Elə öncə Pezeşkanın demək olar Bakı haqqında danışığımızı başlayaq. Ta o konumuza da işləyək. Sayın Mahmud bəy, siz Pezeşkanın Bakı haqqında bu səfəri, bu oraya getməyi necə dəyərləndirirsiniz, necə gördünüz? Bilirsiniz, bu demək ki, bu hərəkət bir dənə bir siyasi hərəkət idi. Yəni bu deyildi ki, Pezeşkan və onun o özəl Azərbaycan görüşü. Bəlkə bu İran rejiminin, rəfəqi sisteminin çərçivəsində dəyərləndirmək gerekir ki, rejimin geçmişdə Azərbaycana qarşı o xəsmanə tutumu cavab verməmişdi və rejim çox pis bir uluslararası və bölgesel baxımından çox bir dar durumda olduğu üçün bu dəfə Azərbaycanın istəyi ki, cənab Pezeşkan Azərbaycana müsafirət eləsin və rabitələr daha yoxunlaşsın. İran-Azərbaycan ilişkiləri sərt münaqişələrlə, bir-birlərinə çatışmalarla yox, bəlkə yoxunlaşmalar əsası ilə irəli getsin. Bu demək İranın çox çətin bir durumda olduğu üçün siyasi baxımdan heç də yaxşı bir durumda yox, bəlkə tədafi bir haldadır. Özellikle Amerika ile danışıqlarda çok biz görürük ki, çok zayıf bir durumdadır. Ve onun ardından da görürük elə bu Bəndirabadda da bu demək bu böyük bir patlamalar, İsfahanda büyüyen patlamalar. Yani İranın durumu heç açıdan, ne iç baxımından, o millətlər açısından, ne niyabəti qüvvələr tərəfindən, ne atom müzakirələri baxımından indiyə kimi bu kadar pis bir durumda olmamıştır. İran çalışıb ki, qonşularıyla heç olmasa eləyə bilsin, bir pozitif bir ilişkiyə geçsin ki, eləyə bilsin ki, güvənsin ki, bax, bu yöndən biləmə həmlə olmayacaqdır. Geçmişdə ətək eləyirdi, deyirdi ki, mən Azərbaycana hücum edəcəyəm. Əgər İsrail, nə bilim, İranın o qabaqsa ki, İsrail-Azərbaycan arasında olan çatışmalar durumunda belə bir yadınızda olsaydı, belə bir məsələlər İrandan Fars şüvəçilərinin üzərində tərəfindən çıxırdı ki, biz Azərbaycanı vura bilirik raketlərimizdən. Çünki İsrailin yanındadır. İndi isə xəbərlər yayılır ki, Netanyahu gələn həftə Azərbaycana gələcəkdir. Və burada cənab Pezeşkanın gəlməsindən öncə də bəlli. Amma buna baxmayaraq İran tərəfindən də çox sevinirlər ki, belə bir rabitə olunsun ki, Azərbaycanla ilişkilər pozitiv bir hala geçsin. Yəni bu ilk istəyəm bunu vurgulayam ki, cənab Pezeşkanın Azərbaycana gəlməsi İranın tədafi bir durumda olduğundan dolayı Azərbaycana gəlir. Yəni üstün səviyyədə, yəni bu üçün bir üstün bir durumdadır İran və bununla bağlı gəlir bölgədə də özünə bir demək ki, dost tutar, daha genişləndirir. O deyil. Azərbaycan, İran zəif bir durumda olduğu üçün cənab Pezeşkanı qəbul edir ki, Azərbaycana müsafirət eləsin. Və Azərbaycan da bunu düzgün dəyərləndirir. Demək, təbii ki, burada bir İranla Azərbaycanın ilişkiləridir ki, görüşlərdə bunların aralarında olan məsələlər bəhs söhbət olunacaqdır. Bir də ki, özəlliklə Pezeşkanın demək ki, özəl bir özünün bir şəxsiyyəti vardı, bu milli məsələlərlə bağlı düşüncələri vardı. Və özəl bir yeri vardı Azərbaycan toplumun içində, özəlliklə Güney Azərbaycanda və bunun özünün də olması bu məsələlərin içində demək bir müəyyən bir yer tapır özünə və bu da ki, məsələn, çox həyəcanlı edirdi. Yəni, buradan məsələyə girişmək lazımdır ki, İranın prezidenti Azərbaycana gəlir. İki,
Fars şovinisti tədafi bir haldadır. Bunun nümayəndəsi Azərbaycana gəlib. Üçüncü də bu ki cənab Pezeshkiyanın özəl bir özünə görə bir karakteri vardı və bu karakteri ilə bağlı bu səfərə gəlibdir. Yəni biz məsələni bu zaviyədən girişsək, danışsaq məncə daha uyğun olar. Və buradadır ki, indi girişə bildik ki, nələr oldu, nələr keçdi və mən bunlarla bağlı sizin sualınız olsa deyərəm, olmasa da özüm davam edərəm. Bəli, elə mən bu haqlarda sorulmayacaqdı. Pezeshkiyanın orada danışıqlarına görə Pezeshkiyan özellikle Qarabağ məsələsində ki, biz Qarabağı Azərbaycana rəsmiyyətlə tanıyırıq. Bu konularda buyurun. Bəzən dostların analizlərini mən başqa analizlər görürəm. Deyirlər, Pezeshkiyan bir sözləri özündən deyib. Yəni İranın rəsmi demək olar baxışı deyil bəzi Pezeshkiyanın sözlərinə görə. Amma ancaq Pezeshkiyan hər nə də olsa bir İranın Cumhur Başkanlığın demək olar adın daşıyır özü ilə. Bunu necə dəyərləndirirsiniz? Məncə cənab Pezeshkiyanın müsafirəti iki visə daşır. Birinci rəsmi görüşlərdir. Rəsmi görüşlər İranın Xarici İşlər Nazirində, İranın vəfaqi sistemində götür-qoy eləyiblər ki, ay Pezeshkiyan nələr deyəcək və nələr tələb edəcək və nə cür məsələyə yoxunlaşacaqdır. Və həttəksər istəkləri nədir, həttəqəl istəkləri nədir? Çünki orada da o cür ki, bəlli idi bu məsələ ilə bağlı. İndi mən buna qatılıram. İkinci məsələ də Pezeshkiyanın özəl baxışlarıdır. Şeir deməsi, nə bilim, fərqli qəbristanlıqda gedib görüşməsində müəyyən bir məsələlər döktür heyətinin və pişəvəri ilə atması, ayrılıq məsələsinin deməsi. Yəni, bunlar hərəsi olur haşiyələr görüşdə. Amma bu haşiyələr əsl mətləbdən daha çox Güney Azərbaycanı etkilib. Çünki Güney Azərbaycanda əslində qədər maraq yoxdur ki, İran hansı qərarətləri Azərbaycandan bağlayacaqdır və nə qədər bu qərarətlərinin dalında İran qazanır, nə qədər Azərbaycan qazanır, nə qədər iki dövlət qazanır və nə qədər əslində bu real bir istəklərdir və tələblərdir ki, iki tərəfdən ortaya qoyulur və gələcəkdə nələr olacaqdır. Bunlar Güney Azərbaycanın milli hərəkatında, Güney Azərbaycanın toplumunda bu o qədər məsələ deyil. Yəni, biz də görmürük ki, medialarımızda o qədər bu məsələnin üstə geçsinlər. Amma bundan artıq haşiyə məsələləri. Çünki niyə? Millət həsrətdə idi. Millət nə üçün belə bir şeylə qarşı-qarşıya olmamışdı ki, Güneydən bir nəfər gələr, İrandan bir nəfər gələr, Azərbaycanlı olaraq və bu Azərbaycanlı fərqlidir bu biz Azərbaycanlılarla. Məsələn, tutalım, Ay Musavi gəlsəydi, ya hətta, nə bilim, Ay Əfləzadə gəlsəydi, ya Ay Himməti olsaydı prezident gəlsəydi, ya Şəhram Dəbiqi olsaydı, hər kəsi qoysaq, heç biri Ay Pezeshkiyanın yerin verməz idi. Niyə ki, Ay Pezeshkiyan geçmişdə demək ki, ömrün qoyubdur bu Təbriz məsələsində, Azərbaycan məsələləri ilə bağlı ilişkilərdə olub və eyni halda fraksiyonu Türklərin, Türk fraksiyonun bölgələrini parlamenda başkanı olubdur. Və bu önəm daşır. Yəni, bu geçmişində belə bir tarixi bir background deyirlər. Yəni, bunun bir dalı vardı, ardı vardı, arxası vardı. Eyni halda Ay Pezeshkiyan ideoloji açıdan məzhəbi olsa da, Nəhcül Bəlağə bunun aparıcı sözcüsü kitabı olsa da, bununla yanaşı Azərbaycan məsələsində Ay Pezeshkiyan Heydər Babaya dayanaraq və şeiri Azərbaycan folkloru kültürünə dayanaraq söyləmlərin danışıqlarını qabağa aparır və onunla bağlı çalışır ki, o sözləri ki, bu onları bir dənə İranın bir rəhbəri olaraq deyə bilməz, onunla eləyə bilsin məsələlərini atsın qabağa. Yəni, o çarşıbədə məsələyə yanaşmaq lazım. Mən düşünürəm ki, Ay Pezeshkiyan bu iki nöqtəni çox qəşəng bu Azərbaycan səfərində eləyə bildi qabağa aparsın. Yəni, həm Cənab Prezidentlə, Cənab İlham Əliyevlə bir-birinin yanında olanda otdular İranın məsələlərini götür-qoy elədilər ki, o görüşlərdə də o cür ki, bəlli idi. Əsas məsələ demək ki, Güney, Quzey